Əziz müəllimləriniz Zahidova Tərəna, bu günləri sizlərlə qabiliyyət imtahanı ilə bağlı bilmədikləriniz, keçid balları haqqında bilmədiklərinizi sizə deyəcəm. Qeyd edeyim ki, hər dəfə keçid balları ümumiyyətlə ildən ilə dəyişir. Bu da nəticələrdəndir. Əgər həmin il buraxılış imtahanı asan oldu, istər-istəməz tələbələrin əksəriyyəti, yəni abituriyentlərin əksəriyyətinin nəticələri də yüksək olur və buna əsasən də keçid balları da qalxır. Bunu da qeyd edeyim kimi, açıqlama hissəsində bütün bu keçid balları yerləşdirilib. Orada da diqqətlə baxa bilərsiniz. Bu illərdə bunun kimi hallar rast gəldi və əksər tələbələrin balları yüksək oldu, amma rus dillilərdə isə əksinə oldu, tam əksinə. Yəni əksəriyyətin balları bəzən 100-ü ötmədi belə. Bu da bizi məyus elədi. Amma bu günləri az sektorunda olan tələbələrin keçid ballarından danışacağam. Əgər sizdə də o haqda məlumat varsa, şərh bölməsində də bizimlə bölüşə bilərsiniz. Keçid ballarından biri danışmaq istəyirəm. Həm Plus dizayn ixtisasında, BTS-də, yəni dekorativ tətbiqi sənətdə, TİM-də qabiliyyət imtahanı necə olduğunu sizə bəhs edəcəm. Birinci dizayn ixtisasını, məsələn, Bakı Dövlət Universitetində də dizayn ixtisası var. Keçid balı 187 və 227 də onun ödənişsiz versiyasıdır. Həmçinin mən təəccübləndim, Bakı Dövlət Universitetində təsvir incəsənət müəllimi, yəni TİM ixtisasında var imiş, bilmirdim. 146, yəni 145 və keçid 145-dir, ödənişsizlik 154. Məncə idealdır, qəşəngdir. Bakı Dövlət özü də Azərbaycanın ən tanınan universitetlərindən biridir. Sonra isə Azərbaycan Dövlət İqtisadiyyat Universiteti var. Burada da dizayn ixtisası var. 203 keçid balıdır, 236 isə ödənişsiz qəbul olursunuz. Və biraz da qabiliyyət imtahanından necə keçirilir, ondan danışım. Dizayn ixtisası ümumiyyətlə hansı universitetə qəbul olmaq istəyirsinizsə orada verə bilərsiniz uşaqlar. Məsələn, mən akademiyada vermişəm qabiliyyət imtahanını. Lənkəran dövlətə də yaza bilərəm, dediyim kimi Bakı dövlətə də yaza bilərəm. Amma siz oranın qabiliyyətindən, qabiliyyət imtahanından da keçməlisiniz. Hər universitetin öz şərtləri var, onun kimi fikirləşin. Deməyin ki, mən ən akademiyada imtahan vermişəm, necə ki, mənim aldığım qiymət oraya keçərli deyil. Hər universitetdə də bu qabiliyyət imtahanı verməlisiniz, dəyərli tələbələrim. Necə ki, məsələn, Lənkəran dövlətdə də bu var. Lənkəran dövləti mən 2019-da idi təqribən. 2 dəfə açılmışdı. Mən akademiyada imtahan vermişdim, amma ludunu yazmaq istəyirdim, yaza bilmədim. Səbəbi orada qabiliyyət imtahanından keçməmişdim. Yəni qabiliyyət imtahanı verməmişdim. Keçməmişdim deyil də verməmişdim. Elə bildim ki, Adrada vermişəm imtahanı, demək ki, orada oxuya bilərəm. Yəni həqiqətən elə deyilmiş, onu öyrəndim. Sonra isə növbəlincisi ilə Bakı Mühəndislik Universiteti dizaynda 187, 187-də keçdiniz. Ödənişsiz də düşürsünüz. Dizayn ixtisasında qabiliyyət imtahanına nə düşür? Antik baş heykəllər düşür. Antik baş heykəllərdən düşə biləcək heykəllərim də budur. Və burada qeyd edeyim ki, uşaqlar, videoda da deyirəm, burada hətta heykəllərin müstəviləri də bilindirməlisiniz. Nəyə görə? Orada müəllimlər diqqət göstərəcəklər ki, bu uşaq, bu obyekti, həmin bu antik baş heykəli nə üzərində yerləşdirib? Yəni, sanki siz heykəl işləyəcəksiniz, müstəvi zat fonu bildirməyəcəksiniz. Avtomatik o səhvdir də, yəni. Siz bir obyekti bir nəyinsə üzərində yerləşdirməlisiniz. O yoxdur, belə havadaymış kimi görsənirlər. Bu da komponovka səhvlərindən biridir. Antik baş heykəllərdə də 4 heykəl var. Venera, Avqust, Qatemellat, bir də Diana düşür. Bu 4 heykəlin qurmasından işıqlanmasına qədər hamısını eləməlisiniz və burada məqbul və qeyri-məqbul qeyd olunur. Məqbul, yəni keçmisiniz, qeyri-məqbulsa artıq keçməmisiniz, kəsilmisiniz. Yəni 5 və ya onun altdakı qiymətləri almalısınız. Minimum 6 almalısınız, bunu da qeyd edeyim. Sonra isə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində isə TİM ixtisası, yəni təsvir sənət müəllimliyinə də 166-dır və 166 üzəri buraxılışdan bal yığsanız, siz ödənişsiz qəbul olarsınız. TİM ixtisasında imtahanda nə düşür? Həndəsi fiqurlar düşür, həzər fiqurları düşür. Yəni burada naturmortda məsələn parçada sallar, parçanı sadəcə fon kimi verə bilərsiniz. Yəni bilinsin ki, arxada nəsə var. Burada müstəvi önəmlidir. Müstəvi nədir? Həmin obyektin dayandığı yer. Belə də göstərin. Burada müstəvidir uşaqlar. Fon da bilirsiniz, arxa hissəsidir. Onu bilindirməlisiniz. Burada komponovka önəmlidir və komponovka nədir? Qıraq hissələri mərkəzdə, vərəq üzərində A3 formatda olmalıdır, mən bildiyim qədərinə. Dizayn ixtisasında isə vərəqləri orada paylayırlar. Piçatlanmış formada, piçatın olduğu vərəqdə işləyirsiniz uşaqlar və 6 saatdır akademik saat.
Amma bunu da qeyd edim ki, ildən ilə də bu saatlar dəyişə bilər. Mən 2019-da verəndə 3 saat idi, nə yalan deyim. Əksəriyyəti inanmırdılar, dedilər, sən nəyin imtahanı vermirsən? Plus mənim qəbul olduğum ildə dizayn ixtisası ilə yanaşı şey var idi. Dizayn ixtisasında antik baş heykəlinə yanaşı şey də vardı. Kompozisiya da salmışdılar. Kompozisiyada nə idi? Mövzu şeydi. Həndəsi fiqurlardan ibarət kompozisiya idi mənə düşmüşdü və 3 rəng koloritindən keçidlər əlavə edə bilərdim. Bunu da qeyd edim, amma bu illəri artıq sadəcə antik baş heykəlidir. Başınızda bunu yadda saxlayın, sadəcə antik baş heykəlidir. Burada isə indi davam edək. Dediyim kimi, Dövlət Mədəni İncə Sənətdə TİM 66 və üstüdür. Dekorativ tətbiq sənət, yəni DTS. DTS-də nə düşür? Antik baş heykəl, həmin bu 4 sadaladığım. Bir də naturmortun rənglənməsi, yəni akvarel texnikasının işlənməsidir. Burada da ölçülər də məlumdur. Burada da yenə dizayn ixtisası var. 134-dür keçid və onun üzərindədir. Rəngkarlıq da 60-dır. Deyəcəksiniz ki, rəssamlıqda 60, niyə belə aşağıdır? Uşaqlar, qabiliyyət imtahanı çox çətin olur. Real bir insan, nude formada da ola bilər bu. Çılpaq, yarı çılpaq insan qoyurlar, işlə onu. Bir də belə naturmortdan da işləyirsən, plus yağlı boya texnikası ilə. Ona görə qabiliyyəti çətin olanda asan olur, aşağı olur. Buraxılışın nəticələrinə əsasən buraxılışdan da 60 minimum götürülür. 60 və üzərini yığsanız ödənişsiz düşürsünüz. Adra. Mənim həmişə xəyalım olub Adra. Qismət olmadı. Mən dizayn ixtisasını istəyirdim. O da qismət olmadı. Amma deyirlər ki, hər şeydə bir xeyir vardı. Bəlkə sizin qarşınızda indi olmazdım. Bir təsvir sənət müəllimi kimi kursda fəaliyyət göstərməzdim. Bu sənətin dərinliklərini, gözəlliklərini bəlkə fərqində olmazdım. Dizayn ixtisasını mən düşünürəm ki, mən bəlkə özümü orada tapa bilməzdim. Bunu qorxurdum və həqiqətən xeylisi buymuş. Pandemiya zad düşdü, qabiliyyət imtahanları ləğv oldu. Həqiqətən mənim üçün çox qəribə bir il idi 2020. Keçdi getdi o pis günlər. Amma həqiqətən indi çox sevinirəm ki, nə yaxşı ki olub, nə yaxşı ki buradayam. Adra. TİM ixtisası 172-dir. Və onun üzərini yığsanız, ödənişsiz qəbul olursunuz. 122 də yazılıb burada. Mən sənə səhvə yol vermişəm deyəsən. Bir də DTS burada da 60-dır. DTS dediyimiz kimi antik baş heykəl və naturmort düşür akvarel texnikası ilə. Heykəl 102-dir. Burada heykəllərdə nə düşür? Heykəl taraşlıqda uşaqlar. Heykəl taraşlıqda heykəl işləyirsiniz. Kampanda şişirxəməsi eləyirsiniz. Bir də bizə plastirin orada. Plastirin yox, gil verirlər orada. Yəni, ondan bir heykəl nəsə düzəldirsiniz. Elə bilirəm, dəqiq məlumatı. Əgər bilirsinizsə, şərh bölməsində bildirməyi unutmayın. Bundan əlavə qrafikada 60-da subbakalavr kimi 96-95 yığmalısınız buraxılışdan. Subbakalavr nədir tələbələrim? Deməli, bu uşaq grafikanın kollecini oxuyur. İstəyir ki, bakalavr diplomu da olsun, keçid edir. Yəni, həmin burada azad olacaq fənləriniz də ola bilər. Məsələn, mən görmüşəm ki, TİM ixtisasının kollecini oxuyan uşaqlar gəlir, həmin bu TİM-də keçirilən bəzi dərslərdən azad olur. Yəni, həmin aldığı o subbakalavrdan, kollecdən aldığı o qiymətlər avtomatik bu diplomada yazılır. Yəni, əlavən orada dərs oturmaya ehtiyac olmur. Və rəngkarlığı da dedik, Adrada 76 və onun üstü qiymətləri almalıdır buraxılışdan. Və Naxçıvan Dövlət Universitetində də burada da dizayn 76-dır, 176-dır və 250 də onun ödənişsizidir. TİM də 109-dur və rəngkarlıq da 93-dür. Naxçıvan Müəllimlər İnstitutu. Mən Naxçıvan Müəllimlər İnstitutunda bir kurs orada oxumuşam. Mənim üçün çox gözəl illər idi. Maraqlı idi həqiqətən. Orada çox şeylər qazandım. Aktivlik cəhətdən, özümü tanımaq cəhətdən, sənəti sevmək cəhətdən. Həqiqətən çox fərqli və mənim üçün gözəl bir il oldu. Orada da 96-dır keçid. Qeyd etdim deyəsən, TİM ixtisasında da fəza fiqurları düşür. Kanalımızda da fəza fiqurların necə işləməsi barəsində videolar da var. İstəyirəm ki, bu müddət ərzində qısa şortlar kimi də atım. Sadə formada necə işləmək lazımdır. Bir də Gəncə Dövlət Universitetindən filalından olar Azərbaycan Dövlət Aqrar Universiteti Gəncədə yerləşir. Dizayn ixtisası 176. 176 plus bal yığsanız, siz artıq ödənişsiz formada qəbul olursunuz. Və Gəncə Dövlət Universitetinin özündə TİM ixtisası, Gəncə Dövlət Universitetinin özündə TİM ixtisası 103 baldır. Və ödənişsiz də 189-dur.
Azərbaycan Texnologiya Universiteti də bu da Gəncədə yerləşir. Dizayn isə 166 və 240 da ödənişsiz formada siz qəbul olursunuz. Bir də Ludo. Mən hal-hazırda Ludo'da oxuyuram. Bakalavrda orada bitirdim. Amma birinci kursu dediyim kimi Müəllimlər İnstitutunda, yəni Naxçıvan Müəllimlər İnstitutunda oxumuşam. 2, 3 və 4-cü kursu da Lənkəran Dövlətdə oxumuşam. Burada da tim ixtisası 111-dir. 111-dir keçid. Mən qəbul olan illərdə 60 idi. Baxın nə qədər fərq var. Çünki nəticələr qalxır uşaqlar. Uşaqların nəticələri də yüksək olanda avtomatik keçid balları da qalxır. Sonra isə burada Qarabağ Universitetində də DTS ixtisası var. 60-da keçir. Dizaynda 182-dir. Qərbi Kaspi Universitetində dizayn ixtisası 187-dir. Xəzər Universitetində tim ixtisası 138-dir. 150 də onun ödənişsiz qəbul olursunuz. Dizayn ixtisası da 83. Odlar Yurdu Universitetində dizayn 60. Subakalavr kimi 84 yığsanız bəsdir. Bu qədər. Keçid ballarında da danışdıq. Burada Odlar Yurdunda mən təsvir sənət müəllimliyi olduğunu zənn edirdim. Yox imiş. Xəzər Universitetində var. Bəli dostlar, bu qədər. Ümid edirəm videom faydalı olmuşdur və bir qısa formada da siz üçün danışdım. Ümumiyyətlə heykəlin işlənməsi barəsində, komponovkası barəsində, akvarel texnikasını da başa salacağım. Çünki görürəm ki, DTS-dən də bəzi uşaqlar mənə suallar verir, imtahan necə olur falan. İmtahan vaxtlarında tim ixtisasında 3 saat olur, DTS-də də 3 saat olur, amma antik baş heykəl isə akademik saatı 6 saat olur. Ümid edirəm video sizin üçün faydalı olmuşdur. Dəyərli tələbələrim, inanın və yola davam edin. Şəkil çəkmək, rəsm işləmək bu insanın ruh halına qalmış bir şeydir. Əgər sən bir qarşına bir məqsəd qoymusansa və bunun üçün də əlindən gələn ən yaxşısını etməlisən. Çünki sənin bir məqsədin var, sənin bir arzun var. Bir dəfə olmadı, 2 dəfə olmadı, üçüncüsündə olacaq. Əgər haqqında sənin taleyində bu varsa reallaşacaq və bu da bizim öz səylərimiz nəticəsində olmalıdır tələbələrim. Alınmadı deyib qırağa qoymaq məncə bir acizlikdir. Əgər sən öz potensialını bilirsənsə və bunu üzə çıxarmaq istəyirsənsə çalışmaq. İnşallah hər şey yaxşı olacaq. Qabiliyyət imtahanında az müddət qalıb. Bəzi tələbələr deyir ki, dizayn ixtisasını vermək istəyirəm və antik baş heykəli 1 ay və ya 2 ay ərzində öyrənə bilərəmmi? Öyrənə bilərsən, o da sənin potensialından qalmış bir şeydir. Elə tələbələr olub ki, 1 aya hazırlaşır, elə tələbə 1 il, 2 il bəs eləmir ona. Yəni bu sizin öz potensialınızdan və çalışma əzminizdən, verilən tapşırıqları etməyinizdən. Bəzi kurslara gedirlər, 100 yaxın bir tapşırıq verirlər, ondan çox tapşırıq verirlər, 100 abartmış olaram, 20 dənə, 25 dənə tapşırıq verirlər. O da uşaq işləməlidir və 50 sürətli formada vərdiş halına keçirməlidir. Rəssamlıq özü bir vərdiş məsələsidir. Əlbəttə ki, siz beyninizdəki məhsulları əks elətdirmək bu tam talant məsələsidir, rəssamlıq məsələsidir. Amma gördüyün bir şeyi təsvir etmək hamı edə bilər. Nəyə əsasən? Çalışmaqla, daimi formada hərəkət etməklə. Yəni, hər insanda bir qabiliyyət var. Bu qabiliyyəti də üzə çıxarmaq üçün məşqlər, hərəkətlər etmək lazımdır. Videoda çox uzatmayaq. Digər videolarımızda görüşənədək hələlik.